Yeni dünyanın bura qədərki mərhələlərdən tam fərqlənəcəyi artıq hər kəsə bəllidir. Hətta iş o yerə çatacaq ki, savaşların belə mahiyyəti dəyişəcək, düşmən dövlətlər hərbi müdaxiləni ən sonuncu savaş yöntəmi olaraq qəbul edəcək. Hərbi savaşlara qədər isə bir dövlət digərini iqtisadi və informasiya savaşları ilə zərərsizləşdirməyə çalışacaq. Elə ABŞ prezidenti Donald Trumpın bir neçə gün öncə başlatdığı tarix müharibəsi və ya iqtisadi müharibə də bu qəbildəndir. Bəs Trumpın tətbiq etdiyi tariflər ABŞ-ın milli maraqları və dünya üçün hansı dəyişikliklərə səbəb olacaq? Bu suala cavab tapmağa çalışacağıq. Paraleldəyik. Bəli, Trump anlayır ki, ABŞ-ın tək başına supergüc olduğu status quo başa çatmaqdadır. Əgər müdaxilə edilməsə, proseslər bu şəkildə davam etsə, ABŞ ən az Çin, Avropa və Rusiya ilə dünya ağalığını bölüşəcək. Uzaq vadədə isə Türkiyə, Hindistan və Braziliya kimi ölkələr də bu mübarizədə pay sahibi ola bilərdilər. Ona görə də Trump hadisələrin yönünü dəyişməyə, çox qütüblü sistem formalaşsa da, bütün qütblərin ən az iqtisadi cəhətdən ABŞ-dan, dollardan asılı olduğu bir reallıq yaratmağa çalışır. Yaxın vadədə nə ABŞ, nə Çin, nə Avropa, nə də bütün dünya bu iqtisadi müharibələrin təsirlərini hiss edəcək, yaxud az hiss ediləcək. Amma bu müharibə dayanmasa, uzaq vadədə davam etsə, dünyada iqtisadi münasibətlər sistemi pozulacaq, sənayelərdə çatışmazlıq, istehsalda fasilələr və ya azalmalar yaşanacaq. Tələb təklifi üstələyəcək və beləcə qiymətlərdə fantastik artımlar müşahidə ediləcək. Böyük dövlətlər öz sahibkarlarını və vətəndaşlarını müdafiə edəcək müxtəlif dövlət proqramları hazırlaya biləcəksə, kiçik dövlətlərdə ciddi təlatümlər yaşanacaq. Ancaq kiçik ölkələri düşünən kimdir? Müharibə böyük dövlətlərin hegemonluq yarışıdır və onlar üçün əsas öz milli maraqlarıdır. Bəs bu iqtisadi müharibə böyük dövlətlərə yeni nələr vəd edir? ABŞ qısa vadədə Trumpın hədəflədiyi məqsədlərə çatmaq istəyir. Artıq 70-dən çox ölkə rəsmi Vaşinqtona müraciət edərək danışıqlar aparmaq barədə istəklərini, razılaşmağa hazır olduqlarını bəyan ediblər. Avropa İttifaqı ölkələri cavab tarifləri tətbiq etməyəcəklərini desə də, Kanada və Çin kimi güclü iqtisadiyyatlar ABŞ-a cavab verəcəklərini bildiriblər. Beləcə parçalanmalar artıq başlayıb deyə bilərik. Əslində isə Trumpın məqsədi də qısa vadədə dost və düşmən ölkələri ram etmək, onların geri addım atacağı yeni bir reallıq formalaşdırmaq idi. Müəyyən dərəcədə bu məqsədə çatılıb deyə bilərik. Bir sıra dövlətlər ABŞ-la razılaşmağa hazır olduqlarını deyiblər, amma Çin, Kanada və Rusiya kimi ölkələrin Trumpın diktə etdiyi şərtlərdən qaçması iqtisadi qarşıdurmanın tezliklə bitməyəcəyinə işarə edir. Uzaq vadədə isə Trumpın addımları bütün anti-ABŞ iqtisadiyyatları birləşdirə bilər ki, bu yeni dünyada iqtisadi parçalanmanın, daha sonra isə iqtisadi qütbləşmələrin ortaya çıxmasına səbəb ola bilər. Əgər qlobal iqtisadiyyat parçalanarsa, bu halda ABŞ-ın dünyaya hökm etmək niyyətləri tamamilə sıradan çıxar. Çünki bu halda ABŞ-la rəqib iqtisadiyyatlar dollardan ya qurtulacaq, ya da onun təsiri əhəmiyyətli dərəcədə azalacaq. Beləcə, ABŞ bugün dünyaya təsir etdiyi əsas silahı, dolların hegemonluğunu öz əli ilə bitirə bilər. Çinin gözlənilməz inkişafı, Rusiyanın hərbi cəhətdən qərbə qarşı dirənişi və bu sayədə Qərb blokunun təsirlərinin yayılmasının qarşısını alması, yaxın şərqdə qüvvələr nisbətinin ABŞ-ın xeyrinə olmaması, Afrikada Rusiya, Çin, Türkiyə mərkəzli yeni təsir nöqtələrinin yaranması kimi faktorlar ABŞ-ın iqtisadi müharibəni uzun vadədə qələbə ilə tamamlaya bilməyəcəyini göstərir. Ya da ABŞ dünyanın bir qismini öz təsir dairəsinə salacaq, digərləri isə Çin mərkəzli yeni qlobal iqtisadi mərkəzə yönələcək. Ona görə də ABŞ bu iqtisadi müharibəni qələbə ilə başa vurmaq üçün Çinə birbaşa zərbə vurmalıdır. Bəlkə Tayvan, bəlkə Filippinlər, bəlkə də hər hansı başqa bir problem bəhanə olacaq. Amma Çinin müharibəyə sövq edilməsi və məğlubiyyətinə zəmin hazırlanması Amerika Birləşmiş Ştatlarını Çinlə rəqabəti qələbə ilə başa çatdırmaq üçün tək yol olaraq qalır. Növbəti paraleldə görüşmək ümidi ilə sağ olun, salamat qalın.